hörmətli müdavimlər və müəllimlər, mən müəllim Əzizli Hüsniyəm. Bugün sizə bəzi mövzular üzrə xüsusi məqamlara ehtiyac duyulan məsələlərə toxunacaq, o barədə danışacaq, hansı ki, müdavimlər həqiqətən də anlaşıqlı izaha ehtiyac duyurlar. Bu mövzular sırasına daxildir fonetika, leksika və müəyyən məqamlar ki, onlar həqiqətən də bizi çaşdıra bilir. İlkin olaraq sizə fonetikada biz test işləyərkən və yaxud fonetika üzrə deməli sualları nə cür, nə formada doğru şəkildə reallaşdıra bilərik, onların cavabını tapa bilərik. Bunlar üçün bizə lazım olan məsələlər var, onlara toxunacağam. Biz fonetikada ümumən yalnız düzdür, fonetika səsləri öyrənən elmdir, amma biz fonetikada yalnız səslərə toxunmuruq və yaxud yalnız səslər üzərində iş aparmırıq. Biz iki məsələ ətrafında diqqətli olmalıyıq. İlkin olaraq sözün tələffüzü əsasında bəzi məsələlər var və sözün yazılışı əsasında diqqət tələb edəcək məsələlər var. Deməli, tələffüz deyiriksə, biz həmin sözün səs və deməli, səs tərkibi ətrafında iş aparırıq. Bura daxildir səs düşümü hadisəsi, daha sonra səs artımı hadisəsi və səs dəyişimi. Baxın, deməli, biz əgər tələffüz üzərində iş aparırıqsa, bu üç məsələyə toxunuruq. Uzanma isə fonetik hadisə, yəni sözün yazılışı ilə deyilişi arasında kəskin bir fərq yaradacaq hadisə hesab olunur. Yazılış deyiriksə, biz sözdə ahəng qanununa diqqət yetiririk. Daha sonra hecaya baxmalıyıq. Eyni zamanda vurğuya diqqət yetirməliyik. Biz əgər ahəng qanunu, heca, vurğunu tapmaq istəyiriksə, sözün tələffüzünə baxmırıq, sözün yazılışına baxırıq. Məsələn, mən bir söz yazıram bura. Deməli, radius sözü yazıram. Bu sözün yazılışıdır təbii olaraq. Əgər bunun tələffüzünü göstərmək istəyəcəmsə, transkripsiyadan istifadə edirəm. Transkripsiyadan istifadə etdiyimiz zaman orada səs düşümü, səs artımı, səs dəyişimi, eyni zamanda uzanma hadisəsini biz yazıda göstəririk. Bu sözün tələffüzü radius formasında özünü göstərir. Radius. Deməli, sözün vurğusunu tapmaq istəyirəmsə, transkripsiyanın içərisinə baxmamalıyam təbii olaraq. Sözün yazılışına fikir verməliyəm. Radius, sözün vurğusu buradadır. Deməli, sözdə 6 dənə hərf var, 7 dənə səs var və biz müşahidə edirik ki, burada səs artımı prosesi gedir. Yəni, tələffüz əsasında, səslər əsasında iş apararkən bu məsələlərə diqqət yetirməliyik. Yox, əgər mən sözün ahəng qanunundan danışıramsa, mən gedib sözün transkripsiyanın içərisinə baxmıram. Radius sözün ahəng qanununa tabi olub olmadığına baxmaq üçün sözün yazılışına əsaslanıram. Eyni zamanda sözü hecalara ayırarkən yenə yazılışa baxıram və sözün vurğusunu tapmaq üçün yenə yazılışa baxıram. Daha sonra qarışdırıla biləcək əsas məqamlardan biri sözlərin vurğusu və uzanmasının ayırt edilməsidir. Deməli, baxın, deməli, vurğu və uzanma hadisəsi bir-birinə oxşardır və bu bir çox müdavim tərəfindən, istər abituriyentlər tərəfindən və digər müəllimlər tərəfindən qarışdırıla bilər. Yəni, normal haldır. Sadəcə bunun məğzini bilsək, bunları heç vaxt qarışdıran deyilik. Belə düşünün ki, vurğu, yəni biz bilirik ki, vurğunun üç növü var. Həyəcanlı vurğu, məntiqi vurğu və heca vurğusu. Əsasən fonetika üzərində biz heca vurğusundan danışırıq. Heca vurğusu da bir hecanın digər hecalara nisbətən daha qüvvətli səslənməsinə deyilir. Uzanma isə saitin daha uzun müddətli tələffüz olunmasına deyilir. Yəni, vurğunu biz belə bir hadisə olaraq düşünsək, yəni yüksələn bir hadisə üzrə olaraq düşünsək, uzanmanı isə düz xətli bir hərəkət olaraq düşünsək və biz burada vurğu ilə uzanmanı ayırt edə bilərik. Daha sonra, məsələn, bunu nümunələr üzərində göstərək. Yazıram ki, kosmos. Baxın, burada bu heca digərinə nisbətən daha qüvvətli tələffüz olunur. Baxın, bu hərəkət bu formadadır. Baxın, kosmos. Burada qalxdı, digər hecada isə aşağı düşdü. Bu vurğu prosesidir, bu uzanma məsələsi deyil. Və yaxud ən çox qarışdırılan söz təsadüf və təsadüfən sözləridir. Deməli, təsadüf sözündə ikinci saitin uzanması müşahidə olunur əslində. Baxın, təsadüf. Burada fikir versək hərəkətə, bu düz xətli bir hərəkət formasında özünü göstərir. Amma təsadüfən, baxın, təsadüfən, sanki burada səs qalxdı, digərlərində düşdü aşağı. Bu mənə göstərir ki, artıq burada vurğu var.
Burada uzanma yoxdur. Bu maraqlı bir sözdür. Bu bilirik ki zərf düzəldən şəkilcidir. Zərf düzəldən şəkilci qəbul etdiyi zaman bu deməli vurğu buradaydı. Vurğunu bir heyecan önə atdı və burada uzanma prosesi artıq bitdi. Burada vurğu var. Burada uzanma yoxdur. Baxın, təsadüfən. Yəni ən çox qarışdırılan vurğu və uzanma prosesidir. Daha sonra sizə digər məsələlərdən də danışacağım. Hansı ki, bəzi sözlərin yazılışı və bəzi sözlərin mənasında biz deməli çaşa bilərik. Hansı məqamlardır? Deməli, mürəkkəb sözlər var ki, defislə də yazıla bilir, ayrı da yazıla bilir və yaxud bitişik yazıla bilir. Əsasən mürəkkəb isimləri düşünsək ki, hansılar ki bitişik yazılır, hansılar ki defislə yazılır, onlar qarışdırılır. Bunun məntiqi açıqlaması bundan ibarətdir ki, əgər biz bir sözü deməli bitişik yazmalıyıqsa, o sözü bir nəfəsə deyirik. Məsələn, baxın, çaşbaş sözünə baxın. Düşünülür ki, bu söz defislə yazılır, yəni ən çox qarışdırılan sözlərdən biridir. Amma bu sözü biz bitişik yazırıq. Nəyə görə? Çünki mən bunun tələffüzünü reallaşdırarkən çaş-baş demirəm. Əgər bir sözdə iki söz arasında, yəni bir mürəkkəb sözdə arada fasilə qoyuramsa, demək orada defis qoyulmalıdır. Yəni fasilə orada defisin olduğunu bizə göstərir. Amma bir söz bir nəfəsə deyirəmsə, heç bir fasilə olmadan tələffüz edirəmsə, demək o söz bitişik yazılır. Məsələn, baxaq çil-çıraq sözünə. Mən bu sözü əgər çil-çıraq formasına desəydim, burada defis işarəsini qoyardım. Amma baxın necə tələffüz olunur. Çil-çıraq və yaxud ən çox qarışdırılan sözlərdən biri olan daşqalaq sözü. Əgər mən bunu defislə yazası olsaydım, belə deyərdim. Daşqalaq. Amma baxın necə tələffüz edirəm. Daşqalaq. Daşqalaq eləmək. Yəni bu söz bitişik yazılırsa, bu o deməkdir ki, bu söz bir nəfəsə deyilir. Bir nəfəsə deyilirsə, biz o sözləri bitişik yazırıq. Əgər arada müəyyən bir fasilə varsa, biz orada defis işarəsini qoyuruq. Məsələn, buraya yazaq ki, dost, tanış. Baxın, burada siz fərqi müşahidə edirsiniz. Bu defis işarəsinin olduğu yerdə fasilə var. Və biz buradan müəyyən edirik ki, bu söz defislə yazılan sözdür. Yəni, bu texnikanı bilsəz, əslində sözlərin yazılışı sizin üçün müəyyən qədər rahatlaşacaq. Daha sonra biz burada başqa hansı məsələlərdən danışacağıq? Deməli, və bir də bəzi sözlərdə biz mənaları qarışdıra bilirik. Hansı ki, bu leksikaya aid bir anlayışlı məsələdir. Biz əgər fleksiya hadisəsini bilsək, bu dilçilikdə həqiqətən də çox önəmli bir hadisədir. Fleksiyanı bilsək, sözlərin mənasını istənilən qədər, yəni rahat formada tapa bilərik. Fleksiya nədir? Bu əslində ərəb mənşəli sözlərdə özünü göstərir. Yəni, ərəb dilinə xas olan bir şeydir ki, hansı ki biz samitləri saxlayırıq, ona müəyyən yeni saitlər artırmaqla təzə sözlər düzəldirik. Və əvvəlki sözlə yaratdığımız söz arasında eyni samitlərin olduğunu görürük. Bu da bizə onu göstərir ki, bu sözlər yaxın mənalıdır. Bu bir sözün mənası əsasında digər sözü tapa bilirik. Bunu necə reallaşdırırıq? Məsələn, təhqiqat və tədqiqat sözləri. Mütləq surətdə, istər abituriyentlərdə, istər müdavimlərdə və müəllimlərdə, bəlkə də deməli, qarşılıqlıq yaradan sözlərdən biridir tədqiqat və təhqiqat sözləri. Baxırıq bu sözlərin samitlərinə. Baxın, təhqiqat sözündə ı, q, q, t. Bu samitləri görürükmü? Bunlar ümumən ahəng qanununun pozulduğu sözlərdir. Bilirik ki, ahəng qanunu bizim dilimizə görə qorunub saxlanmalıdır. Çünki türk dillərinin dəmir qanunudur. Düzdür, istisna sözlərimiz var o öz yerində. Amma bir sözdə ahəng qanunun pozulması onsuz da o sözün alınma olduğunu bizə sübut edir. Və yaxud bir sözdə uzanma varsa, o onsuz da alınma sözdür. Yəni bizim öz sözümüz deyil, bizim dilimizdə xas deyil. Təhqiqat sözündə bu samitləri götürərəkdən sözün mənasını tapa bilərik. Çox maraqlı bir şeydir. Baxın, buradan həqiqət sözü çıxırmı? Həqiqət. Deməli, təhqiqat sözü nə deməkdir? Bir şeyin həqiqiliyini, yəni həqiqətinə doğru, onun doğruluğunu yoxlayıb, daha doğrusu, onun həqiqiliyini yoxlamaq üçün aparılan araşdırma işləri adlanır təhqiqat. Baxın, samitlər əsasında sözün mənasını tapdım. Tədqiqat sözünə baxaq. Baxın, burada d, q, q samitlərini görürük. Bu da fleksiyadır. Yəni, fleksiya əsasında yaranan sözlərdir. Deməli, baxın, buradan dəqiq sözü çıxır. Deməli, tədqiqat nə oldu? Bir şeyi dəqiqləşdirmək üçün aparılan araşdırma işləri adlanacaq tədqiqat. Yəni, bu qədər bəsit. Və yaxud mən bura yazıram ki, tərxis. Bu
Bu sözün yazılışını deməli çox qarışdırırlar, həqiqətən samitlərin yerini dəyişdirirlər və ən çox testlərdə qarşılaşa biləcəyiniz bir sözdür. Tərxis sözü olsun, layihə sözü olsun, müşayiət sözü olsun. Bu tip sözlərin yazılışı yadda qalmır. Biz bunları ona oxşar bir söz taparaqdan o formada yadda saxlaya bilərik. Məsələn, tərxis sözü əslində rüxsət sözündəndir. Baxın ardıcıllığına. Rıxısı, rıxısı. Hə, baxın bu formada sözün yazılışını yadda saxlaya bilirəm. Daha sonra, məsələn, o bayaq dediyim sözlər var ki, onların da həqiqətən yazılışı bəzən yadda qalan olmur. Necə eləyə bilərik? Məsələn, şayiə, müşayiət və deməli, layihə sözləri. Onların düzgün yazılışı necədir? Baxın, layihə. Layihə yox. Məsələn, bunu bu formada yazanlar var. Layihə yazanlar var. Bu təbii olaraq səhv yazılışdır. Layihə. Daha sonra müşayiət. Baxın, bu formada yazılır. Və yaxud şayiə bu formada yazılır. Baxın, siz burada ayini görürsünüz də, hamısında ayi. Bu söz ailə sözünə yadda saxlasanız bunu, deməli o sizin üçün daha yadda qalan olacaq. Bu formada sizin üçün bu məsələlərin artıq dəqiqləşdirilməsi rahatlaşacaq. Daha sonra deməli sizə nəydən danışacağam? Daha sonra bir də fonetikada bəzi sözlərdə uzanma olub olmadığını necə yoxlaya bilərik? Bunun ən ideal texnikası ondan ibarətdir ki, bir sözdə uzanma olub olmadığını bilmək istəyirsinizsə, o sözü cümlədə işlədin. Məsələn, elə sözlər var ki, biz baxırıq o sözə və bizə elə gəlir ki, o sözlərdə uzanma var, amma biz onu daha sonra cümlədə işlədirik və görürük ki, həqiqətən də o sözdə uzanma yox imiş. Məsələn, ən çox işlədilən sözlərdən biri olan qadın sözü. Düşünürük ki, bu sözün tələffüzü qadındır, yox. Bu söz əslində doğru formada, qadın formada özünü göstərir. Yəni, bunun tələffüzü bu formadadır. Mən bunun uzanma, deməli, bu sözdə uzanma olub olmadığını hardan bilirəm? Onu cümlədə işlədirəm. Məsələn, deyirəm ki, cəmiyyətimizin əsasını qadınlar təşkil edir. Baxın, qadınlar sözünü uzatmadım ki, deməli, o sözdə uzanma yoxdur. Və yaxud, yazıram bura cümhuriyyət. Deməli, baxın cümhuriyyət sözündə. Bunu cümhuriyyət deyənlər də var və yaxud dərin sözü. Dərin deyənlər də var. Yox, bu sözlərdə uzanma yoxdur. Nəyə görə? Çünki bu sözləri siz cümlədə işlətsəz, görəcəksiniz ki, uzanma prosesi orada reallaşmır. Deməli, o sözlər uzanan sözlər sırasına daxil deyil. Ən əsas sözlərdən biri də heca sözüdür. Bu sözü bəlkə də məktəbdən bəri bizə öyrədiblər ki, heca. Sözü hecalara ayırın. Yox, sözü hecalara ayırın. Heca sözündə əslində uzanma yoxdur. Daha sonra biz burada başqa hansı məsələlərdən danışa bilərik? Biz məsələn belə yadda saxlamışıq ki, qoşa saitli sözlər tələffüz zamanı saitlərdən birini itirir, digəri isə uzanır. Və biz bilirik ki, bunu qayda olaraq əzbərləmişik və deyirik ki, bu bütün sözlərdə bu formada özünü göstərir. Lakin hər qaydanın müəyyən bir istisnası var. Yəni, əgər sırf qaydalara əsaslansaq, yəni bunu mənim müəllimim də deyir ki, kürəyimizi qaydalara söykəsək, çox vaxt yanılacaq. Çünki istisnalar dilimizdə çoxluq təşkil edir. Yəni, bizi yanılda bilər. Yəni, miqdə də ən çox sizi istisnalardan vura bilərlər. Ona görə, məsələn, sizə bir nümunə deyəcəm. Biz deyirik ki, qoşa sait yanaşı gəlsə, məsələn, AA, II, UU, ÜÜ, biz qayda olaraq yadda saxlamışıq ki, bunlardan biri düşür, biri uzanır. Məsələn, yazıram, bura saat yazıram. Bunun tələffüzü necə olacaq? Olacaq saat. Baxın, bu da demək deyil ki, bunu sat deyirəm. Burada bu qoşa nöqtə, burada uzanmanın olduğunu onsuz da göstərir bizə. Amma baxın, elə sözlər var ki, yanaşı AA gəlir. Biz öyrəşmişik ki, orada deyək ki, deməli, mütləq biri düşür, biri uzanır. Amma baxın, elə bir söz yazacağım ki, orada bu proses baş vermir. Baxın, an-ba-an. Baxın, bu söz babə bitişdiricisi vasitəsilə yaranan mürəkkəb zərfdir. Amma burada bu proses baş vermir. Ona görə də, yəni, bu istisna hallarda nəzərə almalıyıq ki, yəni, bizim üçün pis nəticələr doğurmasın. Səslərdən danışarkən transkripsiyaya baxıram axı. Mən burada bu səsi görmürəm. Ona görə yanlış variantımız olacaq bu variant. Yəni, bu qədər, bacardığım qədər sizə fonetikada əsaslı məsələlərdən danışdım. Ümid edirəm bəyənərsiniz. Sağ olun.